Dəyərli dostlarımız, sizlərə Xırdalan şəhərinin əla bir yerindən 5 sot torpaq sahəsinin üzərində şəxsi özünə tikilmə 7 otaqlı mükəmməl bir mülk təqdim edəcəm. Mülkümüzün həyətyanı sahəsində istənilən meyvə ağaclarına kimi var. Mərkəzi yolla 50 metr məsafəsi var, 50 metr. Çıxdım 1000 marşruta, birbaşa 20 yanvara Əcəmiyə işləyən marşrut xəttinin üzərindədir. Dəyərli dostlarımız, Xırdalan şəhərində prospekt yolun üzərindədir. 7 otaqdan ibarətdir, 2 mərtəbədir, tam yaşayışlıdır, qazı, suyu, işığı, kanalizasiyası hamısı da var. Çıxarış da hazır vəziyyətdə əldədir. İstənilən asan xidmət və notarius mərkəzlərində alqı-satqı etmək mümkündür. Başlayaq evin ümumi təqdimatına, dəyərli dostlarımız. Dəyərli dostlarımız, 5 sot torpaq sahəsinin üzərində sizlərə mükəmməl bir mülk təqdim edirəm. Mülkümüzün həyətyanı sahəsi və dəyərli dostlarımız bostan sahəsi də var. Həyətinə də sərbəst şəkildə bir neçə avtomobil daxil etmək mümkündür. Həyət üçün ehtiyac süçəni və əl damına kimi quraşdırılıb tamamilə hazır bir vəziyyətdədir. Şəxsi tikilidir, şəxsi tikili. Yerdən kürsüsü yetəri qədəri var. Evin ətraf ərazisinə keçid etmək mümkündür. Meyvə, bar verən ağaclarına kimi həyətyanı sahədə dəyərli dostlarımız var. Həyətyanı sahənin üstü də naveslə örtülüb. Burada həyət üçün sanitar qovşaq sahəsi var. Sanitar qovşaq həyət üçün evin arxa tərəfinə keçid etmək mümkündür. Piyada gəzinti üçün yerlər tamet daşlarla örtülüb, evin arxasına keçid, evin ümumi üst fasadı və dəyərli dostlarımız, həyətyanı sahədə besetka və manqalxanasına kimi də var. Gözəl bir manqalxana sahəsi yaradılıb, su krantı, çox gözəl yığılmış manqalxana və burada söhbətgahına kimi də var. Maşallah olsun, şəxsi özünə tikilmə bir mülk axtaranlar buyurub zəng edə bilərlər. Qiymət 265 min manat təşkil edir. Real müştərilərə endirim də nəzərdə tutulub. 265 min manat. 055 291 3565 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Geniş bir şəkildə həyətyanı sahə ilə sizləri tanış edirəm və bismillah eləyək keçək evin içi ilə tanış olaq. İki ailənin sərbəst yaşaya biləcəyi sizlərə bir mülk təqdim edirəm. Ya Allah! Dəhliz vasitəsilə bölgülərdir. Girişdən sağda sanitar qovşaq sahəsi yerləşir. Tam təchizatlı, bütün aksesuarlarına kimi quraşdırılıb. Tamamilə hazır bir vəziyyətdədir. Sağda yerləşir evin, istəsəz yataq otaqlarından biri kimi əlavə edə bilərsiniz. Hal-hazırda bura kladovka kimi nəzərdə tutulub, dəyərli dostlarımız. Girişdən solda evin mətbəx sahəsidir. Böyük bir kvadrata malik mətbəx sahəsi var. Dəyərli dostlarımız, çox geniş, 2 ədəd pəncərə sahəsi öz həyətyanı sahəsinə baxır. Hətta qeyd edim ki, buradan padvala keçid xoduna kimi də qoyulub. Hündür, qupquru bir ərazidə sizlərə şəxsi özünə tikilmə mülk təqdim edirəm. Qonaq otağıdır, dəyərli dostlarımız. Evimiz əşyasız satılır. Qismən bəzi bir-iki otaqlarda əşya qalacaq. 240 kvadratlıq sizlərə 5 sot torpaq sahəsinin üzərində mülk təqdim edirəm. Hal-hazırda qonaq otağını təqdim etdim. Burada yerləşir evin yataq otaqlarından biri. Böyük kvadratlara malik yataq otaqları var. Birinci yataq otağı və ikinci yataq otağı ilə sizləri tanış edirəm, dəyərli dostlarımız. Geniş bir şəkildə qonaq otağı ilə bir daha tanış olaq. Ümumilikdə 7 otaqdan ibarətdir. 5 sot torpaq sahəsinin üzərində 7 otaqdan ibarət sizlərə mülk təqdim edirəm, dəyərli dostlarımız. Keçək ikinci mərtəbə ilə tanışlığa. İkinci mərtəbədə də sərbəst şəkildə 2 ailə yaşaya bilir, dəyərli dostlarımız. Çıxış xodları addenlidir, ayrı-ayrıdır. Beton pilləkənlər ağlay daşlarla örtülüb. Çox gözəl bir naves sistemi ikinci mərtəbədə də yaradılıb. 5 sot torpaq sahəsinin üzərindədir. Xırdalan şəhərində 7 nömrəli məktəbin tam yaxınlığında ətraf ərazidə bütün iaşə obyektləri var, dəyərli dostlarımız. İkinci mərtəbəyə daxil oluruq. Solda yerləşir evin sanitar qovşağı, tam təchizatdır. Bütün aksesuarlarına kimi yığılıb. Tavan sahəsi asma tavandır, dəyərli dostlarımız.
Dəhlizlə gəlirik, bölgülər yaranır. Qonaq otağı və yataq otağından ibarətdir. Burada da sərbəst şəkildə stüdiya mətbəx sahəsi kimi gedir. Yəni qonaq otağı ilə mətbəx eynidir, dəyərli dostlar. Ümumi kvadrat 240 kvadratdır. 240 kvadrat. Pəncərələri də öz həyətyanı sahəsinə baxır. Tavan sahəsi apşifka taxtalarla yığılıb, dəyərli dostlarımız. Burada da evin yerləşir qonaq otağı. Kondisioner xəttinə kimi hamısı çəkilib. 3 ədəd pəncərə sahəsi var. Öz həyətyanı sahəsinə baxır. 2 ailəyə məxsus, yəni istəsəz, 2 ailənin sərbəst şəkildə yaşaya biləcəyi bir mülkü sizlərə təqdim edirəm. 2-ci mərtəbənin mətbəx sahəsidir. Mətbəx mebelinə kimi yığılıb, tamamilə hazır bir vəziyyətdədir. Qiymət 265 min manat təşkil edir. Sağ olun, sağlıqla qalın.